Salam, hər vaxtınız xeyir olsun. Mən Dost Akademi Təlim və Tədris Mərkəzinin ibtidai sinif, həmçinin Azərbaycan dili və kurikulum müəllimi Solmaz Məmmədova. Sizlərə Tədris Mərkəzimiz tərəfindən 30 mart tarixində 4-cü sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanında istifadə olunmuş Azərbaycan dili və riyaziyyat suallarını izah edəcəyəm. İlk 20 sual Azərbaycan dili sualı, növbəti 20 sual isə riyaziyyat sualı olacaq. Başlayaq sualların izahına. Sual 1. 419-cu il ifadəsinin düzgün oxunuş və tələffüz şəklidir. Demək, 4 şəklində tələffüz olunmalıdır. 9 da 9. Demək ki, C, D, Y variantlarını çıxarırıq. Niyə? 9 yazılıb orada. 9 olmalıdır. B-də 4 yox, 4 olmalıdır. Qaldı A variantı. 419-cu il. A. Sual 2. Nümunələrin birində məcazi mənada işlənmiş söz vardır. Bu soyuq münasibət məni narahat edirdi. Soyuq münasibət burada məcazi mənadır. Cavab elə A variantıdır. Hava çox isti idi. Körpəlikdən şirin çayı xoşlayırdım. Gümüş qaşı qaldım. Belinə gümüş kəmər bağlamışdı. Bunlar isə həqiqi mənadadır. Sual 3. Sayı göstərin. 40 elə sayda A variantıdır. Azmaq, minmək hərəkət bildirir, feildir. Ondan o əvəzli işləyən hal şəkilçisi qəbul edib. Məsələn, ondan soruşdum, kimdən soruşdum. Beşlikdə isimdir. Hansı sözdə ki, samitini y samiti ilə əvəz edə bilmərik? Külək, küləyi, gəlmək, gəlməyi, çörək, çörəyi əvəz edə bilirik. Amma türk olmur. Çını y ilə əvəz edə bilmirik. C variantı. Bir tərəfə arlıqlı işlənə bilməyən mürəkkəb isim hansı bənddə verilib? Kağız, çuğuz. Cavab elə A variantıdır. Kağız arlıqlı işlənə bilir, amma çuğuz arlıqlı işlənə bilmir. Toz, torpaq, get, gəl, gözəl, göyçək, irəli, geri bunların hər birisi ayrı-ayrılıqda işlənə bilirlər. Sual 6. Hansı sözdə bitişdirici samit işlənib? Bitişdirici samitlərimiz hansılardır? N, Y, S. İndi baxaq. Vətənin, vətən sözün kökü in şəkilçi. Həyətdə, həyət sözün kökü də şəkilçi. İnsafsız, insaf sözün kökü sız şəkilçi. Əlcəyin, əlcək sözün kökü in şəkilçi. Sadəcə sözə saatla başına şəkilçi artırıldığı üçün ki, y əvəzlənməsi baş verib. Oxuyan, oxu sözün kökü an şəkilçi. Köklə şəkilçini y bitişdirici samiti bitişdirib. Cavab C variantıdır. Mərhəmətli sözü ilə bağlı sizə fikri müəyyən edin. Mərhəmətli sözün başlanğıc formasıdır. Başlanğıc forma qrammatik şəkilçiyə qədərki hissədir. Mərhəmət sözün kökü li leksik şəkilçi. Kök leksik şəkilçi başlanğıc formaya daxildir. Mərhəmətli sözün başlanğıc formasıdır, düzdür. Sözün kökü mərhəmətdir, düzdür. Mərhəmət sözün kökü li leksik şəkilçi. Amansız sözü ilə antonimdir. Mərhəmətli, amansız antonimdir. Bəli, əks mənalı sözlərdir. İsimdən düzələn sifətdir. Mərhəmət ismindən mərhəmətli sifəti yaranıb. Bu da düzdür. Mücərrəd mənalı isimdir. Mərhəmətli isim deyil, axı mərhəmətli sifətdir. Cavab Y variantı. Sözlərdən biri səhv yazılmışdır. Palıd, okean, aşpaz, igir. Bunlar doğru yazılıb. Peşiman yazılmır. Peşman yazılır. İ olmalı deyil. Cavab B variantı. Rəng bildirən sözü seçin. Çalışqan, dairəvi, acı, narıncı. Narıncı rəng D variantı. Hansı fikir səhvdir? Sözdə neçə samiti varsa o qədər də heca var. Cavab elə A variantıdır. Sözdə neçə sait varsa o qədər də heca var. Bəzi sözlərin deyilişi yazılışından fərqlənir, düzdür. Şəkilçinin arlıqda mənası olmur, düzdür. Milli sözlər ilə yanaşı dilimizdə alınma sözlərdən də istifadə olunur, düzdür. Biri 4 səsdən ibarətdir. Rahat, bu 5 səsdən ibarətdir. 5 hərf, 5 səs var. Rahat. Arzu, 4 hərf, 4 səsdən ibarətdir. B variantı. İnsan, 5 hərf, 5 səs. Dağ, 3 hərf, 3 səs. Bulaq yazılır, bulaq tələffüz olunur. Burada demək 5 hərf, 5 səs, 4 səsdən ibarət arzu B variantı. Biri cümlədir. Bu paltar ona çox yaraşırdı. Bu cümlədir. Sonuna nöqtə qoyulub, bitmiş fikir var. Cümlədir A variantı. Mən biləndə, yağışdan sonra, gün bitərkən bunlarda bitmiş fikir yoxdur. Sonunda durğu işarəsi yoxdur. Demək, bunlar cümlə deyil. Hansı söz isimdir? Şabalıdır. Nə? Şabalıdır. İsimdir. Elə A variantıdır. Xeyli. Məsələn, desəm ki, xeyli insan, xeyli say kimi işləndi burada. Desəm ki, xeyli danışdı, xeyli zərf kimi işləndi. Demək, xeyli sayı var, xeyli zərfi var. Armudu stəkan, armudu sifətdir. Armud ismindən armudu sifəti yaranıb. İti bıçaq, iti də sifətdir. Niyyət sözünün fonetik təhlili ilə bağlı doğru fikri göstərin. Sözdə 6 hərf, 5 səs var. N, I, Y, Y, Ə, T.
6 hərf, 6 səs var. Qoşa yığılar yazıldığı kimi tələffüz olunur. Qoşa yığılar düşmür. 6 hərf, 6 səs var. A səhvdir. Vurğu birinci hecadadır. Niyyət demirsən ki, niyyət. Vurğu ikinci hecadadır. Bu da səhvdir. Qalın saytların ahəngi göstərilmişdir. Burada incə saytlar var. Qalın saytlar yoxdur. Sözün deyilişi və yazılışı arasında fərq yoxdur. Bu düzdür. Niyyət yazılır. Niyyət də tələffüz olunur. D variantı. Tərkibində yalnız dodaqlanmayan incə saytlar olan sözü göstərin. Dodaqlanmayan deyir. A variantında qutabda U dodaqlanır. Sonra D variantında ocaqda O dodaqlanır. Y variantında ürəkdə Ü dodaqlanır. A, D, Y variantları çıxdı. Qaldı B ilə C. Samit, ərik. Dodaqlanmayan incə saytlar deyir. B-də samitdə A qalındır, incə deyil. Qaldı C variantı. Ərik, Ə-i dodaqlanmır və incə saytlərdir. C variantı. Bu cümlələrdən birini sual cümləsinə çevirmək olmaz. Aysel otağa daxil oldu. Aysel otağa daxil oldu. Bunu sual cümləsinə çevirə bilərəm. Stolun üstündə xeyli kitab, yazılı kağızlar var idi. Bunu da sual cümləsinə çevirə bilirəm. Aprelin 18-i idi. Birazdan qatar gələcək. Bunları sual cümləsinə çevirə bilirəm. Uşaqlar, dərsinizi yaxşı oxuyun. Uşaqlar, dərsinizi yaxşı oxuyun. Yəni, bu formada sual cümləsini çevirmək mümkün deyil. Cavab C variantıdır. Düzgün yazılmış sözləri müəyyən edin. Alaçı defislə yazılır. Sonra dümağ bitişik yazılır. Sonra zilqara ayrı yazılır. Alaçı defis. Dümağ bitişik. Zilqara ayrı, bunlar səhv yazıldı. Sarı təhər bitişik yazılır, düzdür. Kəmtuş bitişik yazılır, düzdür. 4, 5. C variantı. Hansı sözdə qoşa samitlərdən birincisi kar tələffüz olunur? Müxənnət, müəllim, ziddiyyət, qənnadı. Bunlar da dəyişmir. Sak, qız. Qoşa qılar, ikisi də cingiltilidir. Bunun biri kar tələffüz olunacaq. Olacaq sak, qız. B variantı. Hansı sözdə saytla başlanan şəkil çatdırıldıqda son sayt düşür? Nağıl, ordu, kömür, şəkil, palıd. Şəkil sözünə deyirəm şəklin. Şəklin. Saytla başlanan şəkil çatdırıldıqda şəkil sözünün kökündəki İ saiti düşmüş olacaq. D variantı. Cingiltili samitlərin işləndiyi ifadəni müəyyən edin. Demək, nadir atlet. Məsələn, A variantında T kardır. Sonra C variantında sürətli adam T kar. Sonra D variantında Polad bilək P kar. Sonra Y variantında qaçış rekordları K kar. Qaldı B variantı. Dünyanın adamı. Demək, A-da T, C-də T, sonra D-də P, Y-də K, dünyanın adamı, bunlar cingiltilidir. B variantı. Azərbaycan dil suallarının izahı yekunlaşdı. Keçək riyaziyyat suallarının izahına. Müqayisə edin. 125, 152-dən təbii ki, kiçikdir. B variantı. Sual 2. N'in yerinə hansı ədəd olmalıdır? 81, 243, N, 2187, 6561. Burada nə edəcək? Demək, məntiqi uyğunluğu tapmaq lazımdır. İndi baxaq. Demək, 81-i 3-ə vurub 243 alıb. İndi 243-ü 3-ə vursam 729 olacaq. Demək, N'in yerinə 729 olmalıdır. Sonra 729 3-ə vuranda 2187, 2187-ni 3-ə vuranda 6561. Demək, 3-ə vurmadı bu. 243 3-ə vuranda 729 D variantı. 876, 461, 876 ədədlərindən istifadə edərək cavabı 461 olan ifadəni göstərin. Cavabı 461 olsun, düzdürmü? Demək, A variantına 876 çıx, 461 çıx, 461. Birinci mötərizənin için həll edirik. 461-dən 461 çıxanda 0 edir. 876-dan da 0 çıxanda 876. Burada cavab 876-dır. Bizə lazımdır 461 olsun. A variantı çıxdı. Belə ifadə qurmaq mümkün deyil, bu da səhvdir. Sonra 461 çıx, 876 çıx, 876. Mötərizənin için həll edirik. 876-dan 876-nın çıxanda 0 edir. 461-dən də 0 çıxanda 461 edir. Elə cavabı 461 olan ifadə C variantındadır. 8740 ədədinin yanından 0 silsək, ədəd neçə vahid azalar?
8740 ədədinin yanından 0 silsək, ədəd neçə vahid azlar? Nə edirik? 0 silirik, olur 874. Demək, biz nə edirik? 8740-dan 874-ü çıxırıq. Cavab olacaq 7866. Demək ki, ədəd 7866 vahid azallar. A variantı. Verilmiş ədəddə neçə təşkilik var? 34790. Verilmiş ədəddə neçə təşkilik var deyəndə ədədi bütövlükdə götürürük. Verilmiş ədəddə neçə onluq var desəydi, axırdan birini silərdik. Verilmiş ədəddə neçə yüzlük var desəydi, axırdan 2 ədədi silərdik. Neçə minlik var desəydi, axırdan 3 ədədi silərdik. Verilmiş ədəddə neçə təşkilik var deyəndə bütövlükdə götürürük. 34790. A variantı. Sual 6. Zalda 72 nəfərlik tamaşaçı yeri var, 45 yer boşdur. Zalda neçə tamaşaçı var? Demək, zalda 72 nəfərlik tamaşaçı yeri var, 45 yer boşdursa, neçə yer dolu olmuş olur? Necə tapırıq? 72-dən 45-i çıxırıq, 27 yer doludur. Yəni, zalda 27 tamaşaçı var. 72 çıx 45, 27. C variantı. Sonra 34768 böyükdür 34 268. Verilmiş ifadədə x-in yerinə hansı ədəd yazılmalıdır ki, müqayisə doğru olsun? Aha. Demək ki, 7 yazsaq 34768 böyükdür, yenə 34768 olacaq. 7-ni yazsaq 34768 34768-ə bərabər olmalıdır. Bu çıxdı. Sonra 8-i yazsaq 34768 34868-dən deyir ki, böyükdür. Xeyr, 34768 34868-dən kiçikdir axı. 9-u da yazsaq 34768 34968-dən kiçik olmalıdır. Yəni 7-ni yazsaq bərabər olmalıdır. 8 ilə 9-u yazsaq da böyükdür işarəsi kiçikdir işarəsinin əvəz olmalıydı. Demək, biz nə edəcəyik? 0 qoyacaq. 34768 34068-dən böyükdür. Yəni, x-in yerinə 0 qoyacaq. B variantı. 135 bölü 7 bərabərdir 19, qalıb 2. Alınan cavabın yoxlama qaydası hansı variantda doğru verilmişdir? Necə tapırıq? 19-u 7-yə vurub üzərinə 2 gəlirik. 19-u 7-yə vuranda 133, 133-ün üzərinə 2 gəlir 135. 19 vur 7 üzərinə gəlsin 2, o da C variantındadır. Satıcı fabrikdən 15 manata aldığı ayaqqabını 49 manata satdı. 5 cüt ayaqqabı satışından satıcı nə qədər gəlir əldə etdi? Satıcı fabrikdən 15 manata aldığı ayaqqabını 49 manata satdı. Demək ki, bir ayaqqabıdan nə qədər qazanc əldə edir? 49-dan 15-i çıxıram, 34 manat. Demək, bir ayaqqabıdan 34 manat gəlir əldə edir. 49-dan 15-i çıxdım, elədi 34. Bir ayaqqabıdan 34 manat gəlir əldə etdi. 5 cüt ayaqqabı satışından satıcı nə qədər gəlir əldə edər? Bir cütdən 34 manat gəlir əldə edirsə, 5 cütdən nə qədər gəlir əldə edəcək? 34-ü vuracam 5-ə, 170 manat. D variantı. Uyğun riyazi ifadə hansı variantda düzgün verilib? 8 təklik, 7 onluq, 9 yüzlük. Topla 6 təklik, 5 onluq, 4 yüzlük. Bizə topla deyil, düzdür. B ilə D-də çıxmadı, çıxırıq. Sonra deyir ki, 8 təklik, 7 onluq, 9 yüzlük. Amma A variantında da toplamada 8 yüzlük, 7 onluq, 9 təklikdir. Demək olacaq C variantı. Baxın, 8 təklik, 7 onluq, 9 yüzlük topla, 6 təklik, 5 onluq, 4 yüzlük. C variantı. Sual 11. Arif baba mağazaya 20 dənə yumurta göndərdi. Bu, bütün yumurtaların 5-2 hissəsini təşkil edir. Yumurtaların ümumi sayını tapın. Yumurtaların ümumi sayını tapmaq üçün 20-ni vuracam 5-ə 100, 100 də böləcəm 2-yə 50. Yumurtanın ümumi sayı nə qədərdir? 50-dir. Arif baba mağazaya 20 dənə yumurta göndərdi. Bu, bütün yumurta bilmək yaxına qədərdir. 5-də 2 qısdır. 5-də 2 hissəsini təşkil edir. Yumurtaların ümumi sayını necə taparam? 20-ni 5-ə vuraram 100, 100-də 2-yə bölərəm 50. A variantı. Sual 12. Verilmiş kəsirləri ardıcıllıqla böyükdən kiçiyə doğru düzün. 8'də 3, 8'də 6, 8'də 5. Sonra 8'də 7. Məxrəclər eynidir. Məxrəc eynidirsə, böyükdən kiçiyə doğru düzün deyir. Biz sadəcə sürətə baxacaq. 7, 6, 5, 3. Baxın, məsələn, A-da 7, 5, sonra 6 gəlir, uyğun deyil. B-də 6, 7, sonra 5 gəlir, uyğun deyil. D-də 3, 6, 7, 5 gəlir, uyğun deyil. Məxrəc eynidir, sürətə baxıb, sürəti böyükdən kiçiyə doğru düzürəm. 8'də 7, 8'də 6, 8'də 5, 8'də 3. Məxrəclər eynidir.
idi. Sürətləri böyükdən kiçiyə doğru düzdüm. 7, 6, 5, 3 C variantı. Sonra sual 13. Sahədən 5 ton 600 kiloqram məhsul yığıldı. Bu məhsuldan 2 ton 300 kiloqramı satıldı. Qalan məhsulun miqdarını tapan. Qalan məhsulu necə taparam? 5 ton 600 kiloqramdan 2 ton 300 kiloqramı çıxaram. Tondan tonu çıxaram, kiloqramdan kiloqramı çıxaram. Demək 5 tondan 2 tonu çıxanda olacaq 3 ton, 600 kiloqramdan 300 kiloqramı çıxanda olacaq 300 kiloqram. 3 ton 300 kiloqram. B variantı. 550 kiloqram üzərinə gəlsin 223 kiloqram. Kiloqram bizi çaşdırmır. Sadəcə verilənləri alt-alta toplayıb yanına kiloqramı yazırıq. 0-ın üstünə 3 gələndə 3, 5-in üstünə 2 gələndə 7, 5-in üstünə 2 gələndə 7, 5 üzərindən 223 toplayanda 773, 773 kiloqram. D variantı. 15, 140 ədədi ilə 260 ədədinin onda 2 hissəsinin cəmi neçə edir? Əvvəlcə nə edirik? 260 ədədinin onda 2 hissəsini tapırıq. 260-ı bölürük ona, vururuq 2-yə, edəcək 52, 260-ı ona böləndə 26, 26-nı 2-yə vuranda 52. Sonra 140 ilə də 52-ni toplayırıq, 192. C variantı. Verilmiş tənlikdə eni tapın. 2367 üzərinə gəlsin. N bərabərdir 4530. Eni tapmaq üçün 4530-dan 2367-ni çıxırıq, 2163. A variantı. Sual 17. 6543-dən 3453-ü çıxmalıyıq. Alt-alta çıxırıq. 3-dən 3-ü çıxanda 0. Sonra 4-dən 5-i çıxmaq olmur. Bir vahid verdik, 14-dən 5-i çıxırıq. 9, 5-dən bir dənə vermişdik deyə orada 4 qalır. 4-dən 4-ü çıxanda 0, 6-dan 3-ü çıxanda 3, 3090. B variantı. Sual 18. Nərgiz və Çinarənin birlikdə 65 qələmi var. Çinarənin qələmi Nərgizin qələmindən 4 dəfə çox olarsa, Çinarə və Nərgizin hər birinin aylıqda neçə qələmi olduğunu tapın. Demək, Nərgiz və Çinarənin birlikdə 65 qələmi var. Çinarənin qələmi Nərgizin qələmindən 4 dəfə çoxdur. Çinarənin qələmi 4x-dir. Nərgizin qələmi x-dir. Çinarənin qələmi 4x, Nərgizin qələmi x. 4x-dan x-i toplayıram, eləyəcək neçə? 65. 4x üzərinə gəlsin, x bərabərdir 65-ə, 5x bərabərdir 65-ə, x də bərabərdir 13-ə. Demək, Nərgizin 13 qələmi var. Çinarənin də qələmi 4 dəfə çoxdur axı. 13-ü vuracam 4-ə 52. Çinarədə də 52 dənə. Nərgiz 13, Çinarə 52. C variantı. Sual 19. Doğru variantı seçin. 4 kilometr bərabərdir 400 santimetrə. Səhvdir. Demək, 1 kilometrimiz neçə santimetrdir? Gəlin bunu tapaq. 1 kilometrimiz 100.000 santimdir. Yəni 4.000 santim olmalıydı. Yəni 4 kilometr neçə santim deyirsə 5 dənə sıfır olmalıydı orada. 2 dənə yox, 5 dənə sıfır olmalıydı. Sonra 5 metr 50 millidir deyir. Xeyr. 5 metr milli olması üçün orada 3 dənə sıfır olmalıdır. Bir dənə sıfır yazıb, amma orada 3 dənə sıfır olmalıydı. 5 metr milliyə çevirəndə 3 dənə sıfır yazılmalıydı. Sonra 60 santim 6600 6000 desimetr deyir. Səhvdir. 60 santim 6 desimetrdir. Yəni sıfırı siləcəkdik. 3 kilometr 3000 metrdir. Bəli, 1 kilometr 1000 metrdirsə 3 kilometr 3000 metr D variantıdır. Və sonuncu 20-ci suala da baxaq. Ulduz üzərinə gəlinsin 15, üzərinə gəlinsin 25, çıx 30, çıx 60 bərabər 321. Ulduzun yerindəkiləri də müəyyən edir. Necə edəcək? Tənlikdə həll edirik. Çıxmanı toplama ilə əvəz edirik, toplamada çıxma ilə əvəz edirik. Yəni 321 üzərinə gəlinsin 60, üzərinə gəlinsin 30, çıxılsın 25, çıxılsın 15. Cavab olacaq 371 A variantı. Və bununla da sualların izahı yekunlaşdı.